sualımıza baxaq. Gülanə Musayeva. Ölən adamın ruhuna həsənə göndərmək nə dərəcədə düzdür? Ölən adamın ruhuna ehsan göndərmək, həsənə ehsan deməkdir. Nə dərəcədə düzdür? Çox gözəl sualdır. Təşəkkür edirəm suala görə. Yəni dönə-dönə insanlar sual edirlər ki, məsələn, ölən adama Quran oxunur və yaxud ehsan olunur. Məsələn, bir yaxşı iş görəndə onu həsənə eləyirsən valideynlərə, ölən adamlara. Bu nə qədər düzdür? Birinci, onu bilmək lazımdır ki, Quran Allahın Həzrəti Peyğəmbərin simasında bəşəriyyətə göndərdiyi bir navigatordur. Bir kitabdır ki, onda hər şey var. Bir elmdir. İnsana bir yol göstərən, insanı ahirətə aparıb çatdırmaq yolunu göstərən bir kitabdır. Onu oxumaq, onu öyrənmək ibadətdir. Və onu oxuduqca tək o deyil ki, sən elmlənirsən. Onu öyrəndikcə, oxuduqca Allah ona səvablar da verir. Sən namazı qılırsan, o demək deyil ki, sən namazı qılırsan, namaz o sənin boynundan götürülür. Xeyr, o namazı Allah səvab da verir. Qur'anın oxunuşuna sən elm, Qur'andan qidalanırsan, elm əxz eləyirsən, amma ondan əlavə Allah ona səvab da verir. Baxın, İnsan o biri dünyaya getməmişdən qabaq birinci ata sülbündədir. Elədir? Atanın dünyasındadır. Birinci ata dünyasındadır. Ata dünyasından əvvəl hansı dünyalardadır, onu qoyaq qırağa. Ata dünyasından danışaq. Ata dünyasından nütvə surətində köçür ana dünyasına. Uşaq ana dünyasında yaşayır. 9 aydan 2 il 6 aya qədər ananın hamiləlik devri ola bilər. Elm yazır ki, 2 il 6 aya qədər ana hamilə qala bilər. Ola bilər. Ana bəşər dünyasındadır. Körpə ana dünyasındadır. Körpə nədən qidalanır? Pərvəriş tapır ana dünyasında. Ananın dünyada istifadə elədiyi nemətlərdən körpə qidalanır, ana dünyasında pərvəriş tapır. İnsan bu dünyaya gəlib, bu dünyadan köçəndən sonra